Hello everyone. Bugün sizinlə birlikdə Happy Campers dərsliyindən Unit 2 Feelings, yəni hisslər bölməsi ilə və bu bölmədə olan yeni sözlərlə tanış olacağıq. İlk öncə qeyd edim ki, mən sözləri dedikdə siz də mənimlə birlikdə təkrar etsəniz, sizin üçün çox köməyi olar. How are you? How are you? How are you? How are you? Necəsən deməkdir. I am happy. I am happy. Mən xoşbəxtəm. I am sad. I am sad. Mən qəmginəm. I am sick. I am sick. Mən xəstəyəm. I am mad. I am mad. Mən əsəbiyəm. I am shy. I am shy. Mən utanıram. I am scared. I am scared. Mən qorxuram. I am tired. I am tired. Mən yorulmuşam. I am excited. I am excited. Mən həyəcanlıyam. İndi isə gəlin tanış olaq. Bəs necə deyərik? Mən utancaq deyiləm, mən qəmgin deyiləm. Gəlin bir-bir bu formada olan cümlələrimizə baxaq. I am not happy. I am not happy. Mən xoşbəxt deyiləm. I am not shy. Mən utancaq deyiləm. I am not shy. I am not scared. Mən qorxmuram. I am not scared. I am not sick. I am not sick. Mən xəstə deyiləm. I am not tired. I am not tired. Mən yorğun deyiləm. I am not sad. I am not sad. Mən üzgün deyiləm. I am not excited. I am not excited. Mən həyəcanlı deyiləm. İndi isə sizinlə birlikdə sual cümlələri ilə tanış oluq. Sual cümləsini vermək üçün bizə lazım olan quruluş are you, daha sonra biraz əvvəl dediyimiz sözləri istifadə edəcəyik. Are you happy? Sən xoşbəxtsən? Are you shy? Sən utanırsan? Are you mad? Sən əsəbisən? Are you sad? Sən qəmginsən? Are you excited? Sən həyəcanlısan? Are you scared? Sən qorxursan? Are you sick? Sən xəstəsən? İndi isə öyrəndiyimiz suala düzgün cavab verməyi sizinlə birlikdə öyrənək. Cavab vermək üçün iki yolumuz var. Biz ya təsdiq cavab deməliyik, ya da inkar cavab deməliyik. Yəni ya yox ilə cavab verməliyik, ya da hə ilə cavab verməliyik. Gəlin birinci yox ilə başlayaq. Are you scared? Sən qorxursan? No, I'm not. Yox, mən qorxmuram. Are you scared? No, I'm not. Are you happy? Yes, I am. Are you happy? Yes, I am. Are you tired? Are you tired? Sən yorğunsan? No, I'm not. Are you shy? Are you shy? Yes, I am. Yes, I am. Deməli, əgər biz təsdiqlə cavab veririksə, yes, I am. Əgər inkarda cavab veririksə, o zaman no, I am not istifadə edəcəyik. Thank you for watching. See you. Bye.